Sual nömrə 15. Xəritə sxemdə su toplayıcı hövzəsi verilmiş çaya aid xüsusiyyətləri müəyyən edin. Xəritə sxemdə bizə təqdim edilmiş çay Dunay çayıdır. Dunay çayıdır. Dunay. Biz burada Dunay çayına aid verilmiş xüsusiyyətləri müəyyənləşdirək. 1. Alp, Karpat və Balkan dağlarından çoxlu sayda qollar qəbul edir. Bu xəritə sxemindən gördüyümüz kimi burada Alp dağları var. Alp. Buradan Karpat dağları var. Burada isə Balkan, yəni burada sırasında Balkan dağları var. Və bu dağlardan çoxlu sayda qollar qəbul edir. Bu doğru fikirdir. 2. Avropanın ən uzun çayıdır. Evet, bu yanlış fikirdir. Avropanın ən uzun çayı Volqadır. Gölsulluq dövrü yayda müşahidə edilir. Bu Dunay çayının keçdiyi ərazilərdə yaz aylarında qarların əriməsi ilə əlaqədar olaraq çayda bolsulluq dövrü müşahidə edilir. Aprel-iyun ayları ərzində və bu çayın bolsulluq dövrü yay aylarına deyil, yaz aylarına düşür. Yaz. 3. Yanlış fikirdir. Nəqliyyat əhəmiyyəti böyükdür. Bəli. Buradan da gördüyümüz kimi Reyn çayına burada Main kanal vasitəsilə birləşdirilib və Avropanın ən mühüm çay gəmiçiliyi bu xətt üzrə inkişaf edib. Doğru fikirdir. Buradan da biz bunu görürük. Reyn çayına Main kanal vasitəsilə birləşdirilib. Mülayim və subtropik iqlim qurşaqlarından keçir. Yanlış fikirdir. Elə ki, biz burada diqqət etsək görərik ki, Dunay çayı bu ərazidən keçir. Buradan tamamilə subtropik qurşağın ərazisində kənardadır. Subtropik qurşağa düşmür. Burada mülayim iqlim qurşağının ərazisindədir. Burada subtropik qurşağın ərazisinə düşmür. Kanal vasitəsilə Reyn çayına birləşir. Bəli, doğru qeyd etdik ki, Main kanal vasitəsilə Reyn çayına birləşir. Bizdən burada doğru fikirlər istəyir. 1, 4, 6 doğru variant C variantı.